Əziz Zaqatala və Şəkidən bizi izləyən izləyicilərimiz, növbəti Zaqatala və Şəki qəbulunu elan edirik. 1 avqust Zaqatala Güvən klinikasında, 2 avqust Şəki in vitro klinikasında asma və allergiyadan əziyyət çəkən pasientlərimizi inşallah qəbul edəcəyik. Əziz pasientlərimiz, bildirmək istəyirəm ki, artıq 8 ilə yaxındır ki, Zaqatala və Şəkidə hər ay müayinələrimiz baş tutur. Asma və allergiyadan əziyyət çəkənlər, burunla nəfəs almanın çətinləşməsi, allergik riniti olanlar, burunda seyri ifrazı, boğazda qıcıqlanmadan əziyyət çəkənlər, xroniki öskürəyi, sinədə xırıltı, xışıltı, təng nəfəsliyi olanlar, dərman, qida, günəş allergiyasından əziyyət çəkənlər, uşaqlar və böyüklər qəbula müraciət edə bilərlər. Əziz pasientlərimiz, bildirmək istəyirəm ki, hər xəstəliyin ağırlıq dərəcəsi var. Asma və allergiya da zamanında doğru düzgün müalicə olunmazsa, get-gedə ağırlaşar. Ona görə də sadaladığım simptomlardan əziyyət çəkirsinizsə, vaxtında həkimə müraciət etməniz tövsiyə olunur.